Həzrət Əlini dəfn edib qayıdırlar İmam Həsən, İmam Hüseyn əleyhissalam. Görürlər ki, bir xarabda bir yerdə, xarabalıqda bir qoca kişinin ağlamaq səsi gəlir. Sızıldaya deyir, Həbibi, Həbibi, hanı mənim istədiyim, istəylim, sevdiyim adam. Bir görürlər bu qoca kişi ağlayır, yaxınlaşırlar, görürlər cüzam xəstəsidir, dəri xəstəsidir. Dəri xəstəsi olduğuna görə şəhərdən çıxardıblar bunu, gedib bir xarabənin içində yaşayır. Deyirlər, sən niyə görə belə narahatsan, niyə görə? Deyir, mən, yaxınlarım da məni tərk edir. Amma bir ağa var idi, hər gün mənə baş çəkirdi, hər gün. Elə bir gün yox idi ki, gəlməsin. O qədər işin içində mənə, həmişə baş çəkirdi mənə. Bu gecə gəlməyib, 2 gecədir gəlmir, nigarama. Bir onun elə isti nəfəsi var idi, nəvazişi var idi, darıxmışam onun üçün. İmam Həsən əleyhissalam deyir ki, filan əlamətləri, filan deyir, o mənim atam Əmir əl-Möminindir. Deyir, doğrudan müsəlmanların xəlifəsi idi mənə baş çəkən, deyir, bəli. Deyir, bəs niyə gəlməyib? Deyir, o dünyasını dəyişib, indi onun dəfnindən gəlir. Deyir, ağlaya-ağlaya deyir ki, onlar məni aparasın onun məzarına. Aparırlar, deyir, gözü də görmür. Bir əlbi yapışdırın qəbrə, qəbrə yapışdırırlar, elə Həbibi, Həbibi deyir. Həbibi ərəb dilində, yəni bir adam çox istəyir, istəyilim, əzizim. Bunu deyir və elə qəbrin üstündə canını tapşırır. Həmin o halda, o vəziyyətdə.